Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur, yəni Pamuoyun familiyan. Bu yolları dağıtdırdığı kimi düzəltdirgən də bizim günahımız nədir? Həftə 8 mən 9 aparıb 200 manat, 250, 300 manat pul veririk bu maşınları qırırıq bu yollarda. Həccana yidən ha, özünlə harasa nəsə aparmayacaqsan, hamısı qalacaq bu dünyada. Orada qavra girəndə səndən onun haqqı hesabını alacaqlar. Bir də ki, gəlginən Samux şəhərinin icra başçısı Fidosi müəllimdən bir baxın, örnək götürün özünüzə. Görün, məmur hel olar. Mən məmurları bəyənmirdim ömrü boyu. Amma məmur görməmişəmmiş sən demə. Gördüm, tanıdım ki, məmur belə olurmuş. Bir özünüzə çəki düzən verin də. Sizi prezident təyin eləyib ki, cahmata zulüm verəsiniz. Nədir bu yolların günü diriyi, avrı?